Kofemi də götürmüşəm, söhbətli video çəkək, yəni mən danışacağım, daha çox söhbət eləyə bilmirik. Penny də burada oturubdu, görürsünüz, o kameranı çox sevmir. 2018-ci ildə bu kanala başlayanda əsasən xaricdə təhsil, motivasiya, ingilis dili belə videolar çəkirdim. O vaxt özümdə tələbə idim. Daha sonra gitaraya marağım başlayandan sonra gitara ilə videolarım əsas üstünlüyü təşkil edirdi. Sonra iş dünyasına başlayandan sonra iş səfərlərim və vloqlar. İndilərdə həyatımda mindfulness, yəni fərqindəlik və şəfqət təlimçiliyi çox böyük bir yer əhatə edir. Ona görə də bunu YouTube-a da daşımağa qərar vermişəm. YouTube-da bu mövzu ilə bağlı maraqlı videolar paylaşmaq niyyətim var. Amma bundan əvvəl sosial şəbəkələrlə bağlı 2 kəlam eləyəcəm. Qısa şəkildə keçən il ərzində yaşadığım təcrübəmi paylaşmaq istəyirəm. Bəlkə məndən sonra bu yolda davam eləmək istəyən kimlərəsə də faydalı olar. Mən 2023-cü ildə Stanforddakı proqramımız başladı və 24-cü ildə bitdi. 24-cü ildə biz artıq onun praktikum deyilən hissəsi var ki, təlimi keçirsən, onu video qeydə alırsan, ingilis dilinə tərcümə edirsən, mentorundan bir yerdə baxırsan və s. Həmin şeylərə 24-cü ildə başladım və sosial şəbəkələrdə də bu mövzularla bağlı daha sıx paylaşım etməyim elə 24-cü ilin yayına təsadüf eləyir və dedim ki, sosial mediada, yəni sosial media deməyim də Instagram, mən başqa bir hədəf sosial mediam yox idi. Sadəcə Instagramda daha çox insana bunların çatmağı, daha çox insana fayda vermək necə mümkün olar? Ona görə 24-cü ilin yayında Həşim, bəlkə tanıyarsınız, Həşimdən konsultasiya aldım öz səhifəmlə bağlı. O konsultasiya çox faydalı olmuşdu mənə və sonrasında da elə yenə Həşimin elədiyi bir marafona qatıldım. Hansındakı bir qrup insan bir yerdə 3 həftə müddətində, o vaxt 3 həftə idi, paylaşımlar edirlər, bir-birlərinə feedback verirlər və s. Və həmin müddətlər mənim üçün bir tərəfdən faydalı oldu. Marketinqlə bağlı çox bilikli bir insan deyiləm. Ona görə müəyyən şeylər öyrənmək yaxşı oldu. Amma böyük bir amma, bir tərəfdən də mənə əslində çox pis gələn bir tərəfi oldu və bu tərəf nədən ibarət idi? Mənim olduğum yol, yəni bu şəfqət, meditasiya, fərqindəlik mənim 6 ildir içində olduğum və davam elədiyim və hal-hazırda bir ömür davam eləyəcəyindən əmin olduğum bir yoldur və burada müəllimlərimiz də özləri bizə spesifik olaraq qeyd edirlər ki, məsələn, Compassion Cultivation Training, şəfqət yetişdirmə təlimi, deyirlər ki, bu instant compassion training deyil, yəni ki, tez tələm-tələsik gəl sənə şəfqət verək təlimi deyil. Bu Compassion Cultivation, şəfqəti yetişdirmə təlimidir və bu həqiqətən də bir ömür davam edir. Hal belə olanda insanlara bu təlimlə bağlı, yaxud da sadəcə bunu dedim, digər bütün seminarlar, meditasiya dərsləri haqqında çox belə cool görünən vədlər vermək olmur. Yəni bu vədləri vermək mənim təlim aldığım ekol tərəfindən düzgün də hesab olunmur. İnsanlara sən bu dərsdən çıxanda filan şeyləri eləyə biləcəksən, bacaracaqsan, həll eləyəcəksən deyə bilmirik. Çünki bilmirik, həqiqətən bilmirik. İnsan həyatında milyonlarla şərt bir araya gəlir və nəsə yaranır və bu təlimə qoşulmaq, bir meditasiya dərsinə gəlmək sadəcə bir dənə şərtdir və nəyisə dəyişə bilər, dəyişməyə bilər. Öz təcrübəm, araşdırmalar göstərir ki, məsələn, bu praktikaları 8 həftə eləyən insanların həyatında filan şeylər dəyişir. Bunu da deməkdən çəkinmirik. Amma bunu vəd şəklində, bunu etsən bu olacaq şəklində deməyimiz düzgün hesab edilmir. Etik olaraq da uyğun deyil. Və sosial media tam olaraq belə bir yerdir. Yəni, insanlara böyük vədlər verməlisən. Penny, İnsanlara o dərsdən gəlib bir saat ərzində nə alıb çıxacağını net şəkildə göstərməlisən və s. Əks halda o kontent, o məzmun yəni uğur dediyimdə yenə Instagramda rəqəmlərlə ölçülən bir şeydir. Rəqəmlərin insanların nə qədər engage elədiyi, komment yazdığı, paylaşdığı və s. bunlarla ölçülür. Elə olmayanda uğurlu hesab edilmir sənin kontentin. Və sosial şəbəkələrdə paylaşım etməyə başlayanda əvvəllər bu rəqəmlərə çox fokuslanmamağa çalışırdım. Öz ürəyimdən gələn, etik hesab elədiyim, doğru hesab elədiyim paylaşımlar etməyə çalışırdım. Əslində dünən geri dönüb baxdım bütün paylaşımlarıma 2024-cü yayından etibarən
ve arada çox az sayda əslində tam özümə uyğun olmayan postlarımı tapdım ki, onları da sildim. Amma bir müddət bu şəkildə paylaşım etmək və bir tərəfdən də bu məlumatları alırsan ki, davamlı olaraq paylaşdığın şeylərin statistikasına bax, insanlar nəyi istəyir səndən, nə çox da tutmur Azərbaycanda kimi. Bunlara da baxmalısan və bunlara baxan hər məntiqli insan istəyir ki, hansı məzmun tutursa, ondan daha çox paylaşsın və daha çox like, daha çox komment, daha çox paylaşım qazansın. Mən də o axına düşdüm, getdim və bu axına düşüb gedəndən sonra bir tərəfdən də xüsusilə də marafon müddətində sənlə eyni sahədə olan başqa insanların da paylaşımları daha çox qarşına çıxmağa başlayır. Yoga müəllimləri, meditasiya müəllimləri, özlərini terapevt adlandıranlar və s. Onların paylaşımlarını, onlara gələn rəylər və s. onları da görürsən və nə qədər öz-özlüyümdə bu tərəfimi təmiz saxlamağa çalışsam da o axına qapılmamaq çox çətin idi və mən də bir yerdən sonra eyni o əvvəl qınadığım insanlar tərzində paylaşımlar eləməyə başladım. Və yenə keçən ilin sonlarına doğru mənim Mindfulness Mentorship Training fərqindəlik mentorluğu təlimində müəllimim Jack Kornfieldlə, onun adını çox deyirəm, sosial şəbəkələrdə məni izləyirsinizsə, müəllimimlə qısa bir söhbətim oldu. Həmin sessiyanın sonunda sual-cavab sessiyası olur və normalda həmin təlimdə 300-dən çox insan var dünyanın müxtəlif ölkələrindən və çox adam sual verir. O sıraya ümumiyyətlə düşmək mümkün olmur. Yenə əlimi qaldırmışdım və həmin təlimdə artıq sırf həmin gün çox dolmuşdum. Yəni bir tərəfdən işim çox çətindir, 9-6 işləyirəm, bir komanda idarə edirəm, layihələr idarə edirəm və altdan sonra da belə şeylərlə məşğul oluram. Amma yenə də bunun insanlara çatdıra bilmirəm, çox insana çata bilmirəm və s. Belə dolmuşdum, ağlayırdım, yəni təlimə qulaq asası ağlayırdım. Ekranım açıqdır, birdən-birə Sevinç Əliyeva dedilər və məni əsas ekrana çıxartdılar. Videom onsuz da açıq idi, amma əsas ekranda sadəcə müəllimlər görünürdü. Birdən-birə özümü əsas ekranda gördüm. Mən şok. Və elə o kırılgan deyilən vulnerable yerdən və həm də ağlayaraq sualımı verdim, vəziyyəti izah elədim ki, Azərbaycanda wellness market hal-hazırda belə bir yerdədir. Mən bunu eləməyə çalışıram. 9-6 işim var, başqa öhdəliklərim var və hamısını bir yerdə eləyə bilmirəm. Deyib belə iki göz iki çeşmə ağladım. Və Jack Kornfield'in orada mənə dediyi iki şey çox yaxşı təsir elədi. Bunlardan birincisi və ən ilk, yəni birinci reaksiyası bu oldu. Look how much you care. Yəni sən gör, bu sənin üçün nə qədər əhəmiyyətlidir ki, sən oturub burada ağlayırsan ona görə. Bir deyir ki, bunu gör, yəni ürəyindəki o niyyəti, həvəsi, istəyi gör. Bu çox dəyərlidir və bunu çox yəni ifadə elədi. Bir cümləni deyib keçmədi, yəni danışdı. O danışdıqca mən də ağlayıram. Çünki görülmək əslində ən çox istədiyimiz şeylərdən biridir. Bu qədər bir şeyə əmək verərkən onun görülməyini istəyirəm. Bəlkə də elə Instagramda da çox insan məni görsün. Bunun üçündür. Və ikincisi də oldu ki, sən hələ newborn, yəni yeni doğulmuş bir təlimçisən və özündən nə gözləyirsən? Yəni özündən həqiqətən nə gözləyirsən dedi mənə. Yəni o körpənin addımlamağı, yeriməyi, böyüməyi, yetişkin olmağı bir xeyli zaman çəkəcək və mənə çox vurğulayaraq tövsiyə elədi ki, gündəlik nə iş görürsənsə onu davam elə. Yəni gördüyün işi görməyə davam elə. İşini buraxıb da tamamilə özünü bura atma. Çox xəyal qırıqlığına uğrayarsan və bu yolundan da uzaqlaşdırar səni. Bu ikinci hissəni tam başa düşməmişdim. Onu nə vaxt başa düşdüm? Həmin ilin, daha doğrusu bu ilin yanvar ayında, yoxsa dekabr, dekabr-yanvar aylarında Türkiyədən bir həmin təlimə mənlə bir yerdə qoşulan Eda Ocaq var. Astrologiya, dharma çalışır, bu sahələrdə yazılar yazır. Mütləq izləyin onun da Instagramını. Onunla bir görüşməmiz var idi və o görüşmədə yenə bu mövzu açıldı və o mənə bunu daha aydın şəkildə izah elədi. Dedi ki, Sevinç, sənin hal-hazırda aylıq gelirin var və çıxarın var. Aydan aya ödədiyin o kommunal ödənişlər, ev kirası və s. şeylər sənin digər tərəfdə müəllim olaraq böyüməyini, yetişməyini, auditoriya qazanmanı gözləməyəcək. Sən hal-hazırki işindən birbaşa ayrılıb özünü digər tərəfə versən,
Bu səndə həm çətinlik, həm xəyal qırıqlığı yaradacaq. Bu birinci tərəfi. İkinci tərəfi isə tam olaraq o qınadığın insanlar kimi davranmağa məcbur olacaqsan. Çünki yəni o ödənişlər ödənilməlidir. Evdə o yemək bişməlidir və bunun üçün də insanları daha sürətli şəkildə qazanmağın yollarını axtarıb tam olaraq o şəkildə olacaqsan. Bu hissə mənə yaxşı gəlmişdi. Eda özü də həmin yollardan keçibdi və o çox qınadığım insanları da anlamağıma kömək oldu bu arada. Hal-hazırda həqiqətən içində dəhşətli qınaqlar yoxdur. Çünki həyatını sadəcə bu sahədən qazanmağa çalışırsansa, insanlara onların istədiyi şeyi verməli olursan. Yəni belə deyim, hansı məzmun tutursa, hansı reels tutursa, onu eləməli olursan və təklifləri də o tərəfdən qoymalı olursan. Çünki pul qazanmalısan. Okay, insanlara fayda da vermək istəyirsən, amma pul da qazanmalısan. Və Eda da mənə yenə vurğulayaraq demişdi ki, hal-hazırda görə biləcəyin başqa bir iş varsa, başqa bacarıqların varsa, onları istifadə elə, oradan sən gəlirini qazan, pulunu qazan. Bu iş sənin ürəkdən gələrək, etik dəyərlərə uyğun qalaraq elədiyin bir iş olsun. Əks halda onu o şəkildə eləyə bilməyəcəksən və bunun zaman gərəktirdiyini, yəni o pilləkəni birdən-birə birincidən 10-cuya dırmanmağın burada çox mümkün olmadığını dedi. Bir də bunu demişdi, o da mənə çox yaxşı gəlmişdi. Demiş ki, böyük ehtimalla sənin 100 min, 200 min izləyicisi olmayacaq Sevinç. Yəni bunu qəbul elə. Çünki sənin dediyin şeylər, o yavaşlıq, əmək vermək, çətinliklərə girmək, çıxmaq, bunlar hər kəsin eləyəcəyi şeylər deyil və bu da okeydir. Bunu bir qınağa çevirmə. Amma yəni qəbul elə ki, böyük ehtimalla sən sosial media fenomeni olmayacaqsan. O material yoxdur səndə. Belə onlar mənə yaxşı gəlmişdi. Və hələ də ara-sıra sosial şəbəkələrdə o paylaşımları görəndə hırçınlıq yaranır içimdə. Amma artıq bunu yoxladım və nəyə başa gəldiyini gördüm. 2024-cü ilin ortasından başlayıb ilin sonunda artıq özüm mental olaraq necə bir yerdəydim, onu gördüm və bunun işə yaramadığından əminəm. O şey var ya, həmişə eləmədiyi və yox elədiyi və peşman ol. Mən də elə oldu, yəni elədim, baxdım, gördüm, alınmadı. Sonra artıq öz-özümə özümü döymərəm də ki, niyə yoxlamadım, bəlkə mən də girsəydim o Instagram dünyasına bacarardım kimi. Girdim, bacarmadım. Belə. That all being said, bütün bunlar bir tərəfdə dursun. Ümid edirəm ki, kiməsə toxunar, kiməsə faydası olar. Aprel ayından etibarən artıq 28 may yaxınlığındakı bir studiyada canlı üz-üzə meditasiya və şəfqət dərslərinə başlayırıq. Gözlərimin içi gülür, görürsünüz. Çünki online'ı da sevirəm. Online'da fərqli toollardan istifadə edərək insanları ələ almaq olur. Amma üz-üzədəki o bağlantı, enerji demək istəmirəm, bağlantı qurmaq çox daha fərqlidir və həm də challengingdir. Ona görə də aprel ayı üçün çox həyəcanlıyam. Instagram səhifəmi bura bir yerə qoyacağım. Orada məni izləyə bilərsiniz və bu kanalda da görmək istədiyim spesifik hansısa mövzular yaxud da suallar varsa, onlar da yaza bilərsiniz. Ümid edirəm ki, bu kanalı artıq daha aktiv istifadə edəcəm. Bura qədər baxdınızsa çox sağ olun. Özünüzə yaxşı baxın.